Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Əliyevə, hörmətli cənab Prezident, mən Füzuli rayonunun Qərbəkə sakini Qurbanov Məhəmməd Rəşidoğlu, oğlumun qeyri-qanuni əməliyyat şərtində saxlanılması, həbs olunması barədə sizə çoxsaylı müraciətlər, teleqramlar göndərmişəm. Belə ki, oğlum Real Media İnternet az saytının təsisçisi və baş redaktorudur. Ölkədə baş alıb gedən korrupsioner məmurlardan yazaraq dövlətə 3 milyona yaxın pul ödətdirmişdir. Və həmin o korrupsioner məmurlar oğlundan qisas əməliyyatı keçirmək üçün yollar axtarırlar. Və nəhayət bu həmin qisası onlar sizin prezid aparatının, sizin mühafizə xidməti generalınız Elşən Zeynalovun vasitəsilə onun əli ilə nəhayət ki yollar tapıb oğlumun 18 aprel 2024-cü tarixdə Bakı şəhərinə gedərkən qeyri-əməliyyat şəraitində Qaradağ İstihbarat postunda saxlanılıb, Daxçılar Nazirinin baş mütəşəkkillər qarşı mübarizə idarəsi tərəfindən götürülmüşdür. Həmin tarixə kimi oğlumun saxlanılması barədə istər Daxçılar Nazirliyinə, istər də baş prokurora heç bir əməliyyat tədbiri keçirilməsi üçün ərizə və şikayət və müraciətə daxil olmamışdır. Sadəcə adı çəkilən sizin mühafizə generalının xüsusi tapşırığı və sifarişi əsasında oğlum saxlanılıb və aparılmışdır. Onun saxlanma səbəbi ondan irəli olmuşdur ki, oğlum yazaraq devlətə pul ödətdirdiyi Veysel Oğullar şirkəti deyilən bir şirkət var, Azərbaycanda fəaliyyət göstərir. Həmin şirkətə də sizin mühafizə generalınız Elşən Zeynalov himadarlıq edir. Belə himadarlıq edir, onun qardaşı həmin şirkətlə iş birliyi var və iş birliyinin əsasına görə də onu müdafiə edir və onu tapşırır. Və bu minvalla, yəni qeyri-rəsmi göstəriş əsasında oğlumu saxlayıb baş müzakirələr qarşı mübarizə idarəsinə aparmışlar. Və oğlum bir gün saxlandıqdan sonra müstəntiq oğlumun telefonuna girərək, telefon vasitəsilə vəzifəli iş adamlarını müəyyənləşdirib, bir gündən sonra ora çağırıb və təhdidlə onlardan ərizə almışdı. Güya ki, mənim oğlum onları hədə qorxu edib, pul tələb edib, onları rüsvay edici material yazmağını hədələnibdir. Faktın bunların da heç bir öz təsdiqini tapmadı. Və beləliklə işi ilk öncə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə verildi. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xammad Nuriyev məhkəmə içində araşdırması aparmadan və verilən vəsadətləri aydınlıq gətirmədən oğlumu həbs elətdilər. Oğlumu həbs elətdilər və bu həbsdən də biz narazı olaraq Şirvan Apellyasiya Məhkəməsinə müraciət elədik. Və Şirvan Apellyasiya Məhkəməsinin də hakimi Pərviz Həziyev ilk öncə mələk donuna girərək bildirdi ki, mən bütün məhkəmə araşdırması aparacağım, istintaq araşdırması aparacağım, günahkarlar kimdir, cəzalanacaqdır ya sizə lazım köməklər olunacaqdır. Buna baxmayaraq, adı çəkilən sifarişçi gözünü məhkəməyə də təsir göstərmiş və sifariş göndərmişdir. Bilmirəm, təsir göstərdi, bilmirəm, sizin adınızdan istifadə edib, bilmirəm. O da həmin qərarı qüvvədə saxladı. Bundan da narazı olaraq biz işi yenə Ali Məhkəməyə göndərdik. Ali Məhkəmənin də hakimi Rəşad Abdulov məhkəmə prosesi zamanı imkan vermədi nə vəkil danışmağına, oğlumun danışmağına. Tələm-tələsidir, tez nə istəyirsiniz? Sözünün məqsədini nədir? Və məhkəmə sualıdır bu. Məqsədini nədir, nə istəyirsiniz? Tələbin nədir, tələm-tələsi deyə bir yarım saat içində o da qərarı qüvvədə saxladı və oğluma 6 iş
qüvvəsində, qərar qüvvəsində saxlanıldı. Yəni, hörmətli cənab prezident, yəni bunlar deməkdə sizə məqsədim odur ki, siz tərəfindən təyin olunan hakimlər, sakinlər, vətəndaşları yox, korrupsionerləri və lazımı onlarla işbirliyi olan adamları müdafiə edirlər. Mən dəfələrlə demişəm, yenə də deyirəm ki, mənim oğluma qaldırılan cinayət işi saxta, qondarmadır, sifarişdir. Bunu araşdırılsın. Bunu araşdıran yoxdur. Nə qədər müraciət eləmək olar, nə qədər yazmaq olar sizə göndəririk. Əgər o hakim ki, bu cürə hərəkət edirsə, biz kimdən imdad, kimdən kömək istəyək? Yəni, bunun hamısının başında duran sizin mühafizə generalınız Elşən Zeynalovdur. Dediyim faktları da sübut eləməyə mən hazıram. Dəfələrlə müraciətimdə sizdən xahiş eləmişəm ki, mənim prezident administrasiyasının məsul şəxslərindən biri, hüquq şöbəsi, eləcə də Ali Məhkəmənin sədri İnam Kərimov məni qəbul eləsə, şəxsən bunlar prezident administrasiyasından Mehriban xanım qəbul etsin, işin məzinin gedişatın, iş hardan qaynaqlanıb, kimlərin sifarişidir, kimlərin göstərişidir, mən onun asılamasını da verməyə hazıram. Əgər mən asılamamda mənim hər hansı bir səhvlik, anlaşılmazlıq olarsa, mən özümlə məsuliyyətə cəlb olunmağı sizdən tələb edirəm, sizə xahiş edirəm. Belə bir vəziyyətdə biz nə etməliyik? Biz kimə müraciət edirik, hörmətli cənab prezident? Hakimləriniz də yerində deyil. Ali Məhkəmənin hakimi Rəşad Abdulov məhkəmə zalındadır. Biz valideyni ondan, ailə üzvlərimiz məhkəmə işlət edirik. Durur, mənim uşağımı təhqir edici ifadələr işlədir. Və biz ayrı yerdə başqa adam təhqir edici ifadə işlədəndə o vaxtda məsuliyyətli zərb olunur ki, ictimai yerdən, həm filan yerdən, həm harda nəsə işlətmiş. Bəs məhkəmələrin təhqir edici ifadələrini onlara kim qiymət verməlidir? Onlara kim cəzalandırmalıdır? Mən buradan birbaşa bu məhkəmə ilə bağlı Məhkəmə Hüquq Şurasına da özüm müraciətimi eləyirəm. Cənab İnam Kərimova da. Cənab prezident, sizdən mən dönə-dönə xahiş edirəm. Mənim oğluma qarşı ədalətsiz, haqsızlıq asılan bu cinayət işi araşdırılsın, tərəfinizdən araşdırılsın. Göstəriş verin. Əfv komissiyanız var. Ondan Ədliyyə Nazirliyi var, ümumiyyətlə. Məhkəmə Hüquq Şurası var. Xahiş edirəm, bunlara göstəriş verin, bunlar araşdırılsın. Bu qədər ədalətsizlik mi olar, bu qədər haqsızlıq mı olar? Biz kimdən kömək istəyək? Yoxdur, heç biri. Siz təyin edirsiniz, onlara da xalqı incidirlər. Məhkəmələr birbaşa yerində deyirlər. Məhkəmələr polisin diktası ilə, prokurorun diktası ilə işləyirlər. Bax, bunlar onlarla iş görürlər. Polisdəkin, yəni polis rejimindəkin Gestapo rejimidir. Azərbaycanda məlumat üçün bildirirəm ki, Gestapo işçilərindən polis işçilərinin heç fərqi yoxdur. Vətəndaşı şəhərləmək, həbs elətdirmək, onların əlinə adi bir haldır. Vətəndaşı şərt qoyurlar, tələb qoyurlar vətəndaş qarşısına. Bunu da sübut eləməyə mən hazıram. Eləmirlər, incidirlər vətəndaşları. Bir də şimdi cənab prezident, o hər bir şəxsin, insanın tutduğu vəzifəsindən asılı olmayan bir inanc yeri var da. Biz hər birimiz müsəlman xalqı, müsəlmanıq, biz Allaha inanırıq. Göydə Allah yerdə əzizlərimizin birinə inanc yerimizdə and içəndə Allaha and içirik və yerdə əzizlərimizin birinə. Odur ki, bu baxımdan da cənab prezident, mən sizə and verirəm göydə Allaha, yerdə ulu öndərin o qəbrinə, onun ruhuna mənim müraciətlərim çatdırılsın adiyyəti yerlərə. Çatdırmırlar, imkan vermirlər. Sizə çatdırmırlar. Bu məsələ araşdırılsın. Bu məsələ araşdırmadılar. Mənim uşağımı girov kimi saxlayırlar. Ondan kimlərinsə sifarişi əsasında, hətta sizin mühafizə generalının sifariş göndərib ki, qardaşı, oğlumun qaynatasına, onu biz götürəcək, onu yox eləyəcək Azərbaycandan. Hələ bununla da ədaların yerə qoymurlar. Yox eləmək kimi şeydir də, onların dərdidir. Burada sizə müraciət edirəm. Mənim uşağımın, evladımın hər adı bir problem yaşanırsa, cəza səhmə müəssisəsində. Yəni sizə bəri başda müraciətimi edirəm. Baba, bu şəxslərdən bizə zərər gələr, xətə gələr. Çünki hakimiyyətsizlik də öz bildiklərini eləyirlər. Kim nə tər gəldi, o cürə də qərar qəbul edirlər. Hakimlərin də yerində deyirlər.
Mən onlara hakim demək olmaz. Hakim adlandırmıram onları. Hakimin şərəfi olar, hakimin vicdanı olar. Hakim bir heç olmasa bir fikrə dalanda bir fikirləşməlidir. Bu gün mən nə ifadə işlətmişəm, hangi haqsızlığı mən eləmişəm, ondan bu qanuna bir istinadla elədiyim, eləməmişəm. Eləmirlər. Sizin hakimləriniz də yerində deyirlər. Bəs belə bir halında məhkəmə oxuşası hara baxır, ali məhkəmə hara baxır. İnam Kərimov ali məhkəmənin sədri, məhkəmə oxuşası təyin olunur. Biz hesab elədik ki, Azərbaycanda məhkəmələrdə köklü bir dəyişikliklər olacaqdır. Amma heç birinə dəyişiklik olmadı, heç bir təsiri olmadı. Ali məhkəmənin hakimi İrəşad Abdulov elə danışdı ki, cəmaata imkan vermədi danışmağa, imkan vermədi, arxayın halda sifariş yerinə yetirir. Buna da mən əminəm mən. Onlar hakim deyirlər. Onlar təyin olunurlar, amma xalqı işləmirlər onlar. Onlar korrupsiyalı məmurlara işləyirlər. Ondan sonra kimlər də sifarişin yerinə yetirməyə istəyirlər. Bax, bu məsələlər araşdırılmalıdır. Biz vətəndaş kimi xahiş edirlər mən sizə, ant verin mən sizə. Nə olar bir kömək edin, bir səsimizə səs verin. Qoy başqa ölkələrdə Azərbaycan Respublikasında qoy desinlər ki, cənab prezident bir sıravi adamın, bir sıravi ağsaqqalı müraciətin əsasında məsələni araşdırdığı günahkarlar layiqli cəzasını alırlar. Cənab prezident, mənim 70'ə doğru yaşım var. Mən hakimiyyətin hər üzünü görmüşəm mən. Ulu Öndərin Sovetlər dövründə işlədiyi dövrdə görmüşəm və prezidentin hakimiyyət dövründə də görmüşəm. Onda qayda qanun vardı, ehtiyat edirlər, çəkinirdilər. Amma indi sizin hakimiyyətiniz dövründə anarxiya alıb baş alıb gedir. Heç kim sizi eşitmirlər. Vətəndaşlar əzilə çəkinmirlər sizdən. Bax, bu məsələlər üçün mən deyirəm, kömək edin mənə. Mənim uşağım haqsız həbslədiyi girov saxlanılır. Yenə deyirəm, təkrarçılıq olmasın, sizin mühafizə generalının sifarişi əsasında kimlərəsə göstəriş verib. Daxillər Nazirliyin sifarişi əsasında. Çünki Daxillər Nazirliyi bir dəfə də 2018-ci ildə onda müavini idi, oğlumu bandad deyə apartını bir gecə saxlayıb, səhəri yazını saytdan çıxartdıktan sonra sərbəst bıraxmışdılar. Bu iddia, bu ədəvət o vaxtlardan gedir. Baş prokurorun qəbulunda olur mənim oğlum dəfələrlə. Baş prokurorun vasitəsilə deyirlər, pul ödətilirdi. Amma baş prokuror da məni aldatdı görüşdə, Beyləqan görüşündə məni aldatdı. Yəni, məni aldatma, vətəndaşlar aldatma nə deməkdir? Sizə səs verir, siziniz. Mən hesab edirəm, bizi aldatmaq, sizə yanlış məlumat vermək demə bir şeydir, mən belə qəbul edirəm. O da xahiş edirəm, mənim müraciətim nəzərə, bu mənim sizə 5-6-cı dəfə müraciətimdir, mənim məktublarım da gedir, bir daş olur, bir qoyum, priz aparatında həmən adı çəkilən, məmurlar tərəfindən qarşısı alınır, çatdırılmır. Yoxdur, cənab prezident, Azərbaycanda hakimiyyət yoxdur. Mən sübut eləyirəm onu, çünki yoxdur Azərbaycanda hakimiyyət. Çünki məhkəmələr yerində deyil, içində qorqanları yerində deyil, vətəndaş istədiyi, formal istədiyi, formal cəmaatı əzirlər. Bax, bunu araşdırmaq lazımdır. Mən də sizə deyirəm ki, mən bir vətəndaş olaraq sübut eləməyə də hazıram onu mən. Xahiş edirəm, mənim səsimə səs verilsin. Sizi göstəriş verin, tapşırıq verin, araşdırılsın.